İlk öncə hamınızı salamlayıram. Dəyərli izləyicilər, bugünkü maraqlı mövzumuz dəri ilə bağlı olacaq. Dəridə olan problemlər bugün çox yayğındır. Həmçinin də yay aylarında günəş şüaları dəriyə çox böyük təsiri var. Və qida rasionumuzun nə qədər dəri xəstəliklərində rolu var, onu da deyəcəm. Həmçinin də bir neçə xəstəliklər var ki, bunlar dəri xəstəliklərində başlıca rol oynayır. Dərimizi hər zaman sevmişik, onu qorumağa çalışmışıq. Qadınlar ən çox da dəridə, üzdə ləkələr olanda, dəri problemləri olanda həmişə narahat olurlar. Amma ilk öncə onu qeyd edim ki, qida rasionunun mədə-bağırsaq sisteminin, öd-qaraciyərin dəri xəstəliklərində birbaşa rolu var. Qaraciyərin funksiyası pozulan zaman dəridə qaşınmaların, səpkilərin artması, ləkələrin olması, öd pigmentasiyasının artması müşahidə olunur. Bir çox dəmirovlar var, lişaylar var, dəri xəstəlikləri var, ekzemalar var, göbələklər var. Bu xəstəliklərin də qıcıqlanıb artmasında qida rasionu çox önəmlidir. Qida rasionunda acı, aşırı istiyotlu qidalar həm bəzən qaraciyər xəstə olan insanlara mənfi təsir göstərir. Həmçinin də onu qeyd edim ki, əgər sizin dəri probleminiz varsa, o dəri xəstəliyindən asılı olaraq qida rasionunuz daha zəngin vitaminlərlə bol-bol olan qidadan istifadə etməlisiniz. Bəzən dəridə olan, üzdə olan civzələr, səpkilər, aknelər bu mədə-bağırsaq sistemi xəstəliklərindən də yanaşı gedişli ola bilər. Ginekoloji xəstəlikləriniz olduğu zaman da dəridə bu səpkilər, bu qızartılar ola bilər. Bəli, bəzi xroniki dəri xəstəlikləri var. O xroniki dəri xəstəliklərində isə siz çox ciddi, diqqətli olmalısınız və dəridə olan o xəstəliyin düzgün diaqnozunu bilməlisiniz və ona uyğun olaraq qida rasionunuzu tənzimləməlisiniz. Spirtli içkilər, kobud qidalar, acı istiyotlu aşırı, duzlu yeməklər dəri xəstəliklərinin qıcıqlanmasına gətirib çıxarır. Dəri üçün olan bəzi məqamlar var ki, saç dərisində sebareyadır, alopesiyadır, göbələk xəstəlikləridir. Bu zamanda siz çox ciddi qida rasionuna diqqət eləməlisiniz. Dırnaqlar qırılır. Nədən qırılır? Bəzən göbələk ola bilər. Burada kalsi çatışmamazlığı, vitamin çatışmamazlığı olduqda maqni, sink, kalsi bu qidalar, zəngin qidalardan istifadə etməlisiniz. Bax, adi boranı tumunun özündə sink çoxdur, badamda çoxdur. Qida rasionunuzda bunları əlavə edin və belə dərisində problem olan insanlar mütləq mədə-bağırsaq, həzm sistemi orqanlarına, öd-qaraciyərin funksiyasına mütləq ciddi nəzarət etməlidirlər. Kanalımıza abunə olmağı və videomuzu izləməyi unutmayın.